Bismillahirrahmanirrahim. Hikmət Hacıyevin bir videosu qarşıma çıxdı və Hikmət Hacıyev o videoda iddia edir, vətənə xəyanətlə suçluyur kimlərisə və vətənə xəyanət haqqında söhbət açır. Avropa ölkələrinin birində bir nəfərlə söhbət edir və mən istərdim ki, bu vətənə xəyanət haqqında olan fikirlərimi istəyirəm sizlərə bildirim. Məncə vətənə xəyanət edən o kəslərdir ki, vətəndaşın, insanların, Azərbaycan xalqının səsini oğurlayıb parlamentdə otururlar, deputat kimi seçilirlər. İndi pul müqabilində, kimisə qohumudur o müqabildə, indi hər il müqabildə səsi oğurlayırlar, otururlar orada. Bu olur vətənə xəyanət, buna göz yummaq vətənə xəyanətdir. İnsanların, vətəndaşların səsini oğurlayıb prezident seçilir, seçki saxtakarlığı, qanunsuzluğu həyata keçirir və prezident seçilir. Bu vətənə xəyanət budur. Vətənə xəyanət budur. Güc yolu ilə, hər hansı bir yollarla, zorakılıq yollarını insandan susturmaqdır vətənə xəyanət. Sonra mən bir-iki məsələni də qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, vətənə xəyanət, yəni günahsız insanları şərləyib həbs etmək. Günahsız insanlar, nə qədər bizim pak Azərbaycan xalqının nümayəndələri var ki, pak insanlardan söhbət gedir. Onların cibdən narkotik atıb həbs ediblər. Bu vətənə, millətə, xalqa xəyanətdir. Əsl xəyanət budur. Sonra rüşvətxorluq baş alıb gedir. İnsan doğulandan ölünə qədər rüşvət verir. Bunun qarşısını, bu fəsadın qarşısını almamaq vətənə xəyanətdir. Rüşvət almaq vətənə xəyanətdir ki, bu Azərbaycanda baş verir və Azərbaycan hökuməti bunu həyata keçirir. Və çox vətən deyirlər, çox vətən deyirlər, həddindən artıq. Və mən demək istəyirəm ki, bu nazirlərdən, bu başda oturanlardan hansı birinin uşağı, hansı birinin övladı gedib birinci və yaxud da ikinci Qarabağda, bu son müharibədə Qarabağda şəhid oldu və yaxud da yaralandı. Hansı birinin, məsələn, elə götürək prezidentin oğlu Heydər Əliyev Qarabağda ikinci Qarabağa getdimi? Əgər vətən sevməkdirsə, bu ancaq kasıb-küsuba aid deyil ki, vətən sevmək. Ancaq sıravi millətə aid deyil ki, bu vətəni sevmək hamıya aiddir. İstər prezidenti olsun, istər naziri olsun, istər millət vəkili, istər sıravi vətəndaş olsun. Bu vətən hamısınındır. O demək deyil ki, kasıb balası indi kasıbdır deyə gedib ölməlidir və yaxud da şəhid olmalıdır. İndi düzdür, hamı bu məsələdə iştirak etməlidir. Bunu qəbul edir. Amma o demək deyil ki, yalnız və yalnız sıravi vətəndaş. Niyə görə İlham Əliyevin oğlu Heydər Əliyev gedib iştirak etmə vətən deyirsiniz, ona görə deyirəm. Yəni vətən iddiası çox edirsiniz, sinəbizə çox vurursunuz, vətəndən çox danışırsınız. Mən də bunu sualı verirəm ki, niyə görə İlham Əliyevin oğlu Heydər Əliyev 2-ci Qarabağ müharibəsində iştirak etmədi? 40 dənə qazi özünü öldürdü, intihar etdi, bəziləri intihara